Ben işten gələndə anasından soruşardım ki, Həsən ağa zəng vurub, deyəndə ki vurub, həmin günü mən evdə dəhşili edirdim. Vurmayıb deyəndə İster istemez bana devize vermirdim ama yüreğim dözmür. Bu cür yaşıyordu. Oktyabrın birinde bana telefonda baktım Həsən ağa, bana çok təəccüb geldi. Həsən ağa bana zəng vurub, telefonu götürdüm, dedim Həsən haradasan? Dedi ata. Anayla danışdım, dedim bir sənlə də danışım. Bu mənə elə bir bu mövzunu elə açdı ki, güya bu paputu mənə zəng vurub, belə bir məna verdi. Mən hiss elədim bu yanaşmanı hiss elədim onunla.